Bu il müşahidə olunan qeyri-sabit hava şəraiti şimal bölgəsində kənd təsərrüfatının müxtəlif sahələri kimi taxılçılığa da öz mənfi təsirini göstərib. Bizim medianın çəkiliş qrupu şimal bölgəsinin ən çox taxıl əkilən rayonlarından olan Xaçmazdakı taxıl zəmilərinə yollanıb. Uzun illərdir Xaçmazda və ətraf rayonlarda fərdi kombayn sürücüsü kimi fəaliyyət göstərən İlqar Quliyev intensiv yağıntılar səbəbindən taxılçılıqda məhsuldarlığın aşağı səviyyədə olduğunu deyib. 15 gündür işləyirik, çıxmışıq biçimə. Hələ bir normal sahə görməmişəm də. Hələ hansı sahəyə girirsən, hələ bil ki, ot yeridir, əkilməyib, ot sahəsidir bu formada. Bütün Vələmir basıb, Sarıgül basıb, vəziyyət bu vəziyyət. Artıq 10 gündən çoxdur ki, Xaçmaz rayonunda taxıl biçinməsi start edilir. Yerli fermerlərin və kombayni idarə edən iş adamlarının bildirdiyinə görə bu il Xaçmaz rayonunda, ümumiyyətlə şimal bölgəsində məhsuldarlıq olduqca aşağıdır. Onlar intensiv yağışların taxılın becərilməsinə mane olduğunu bildirirlər. Sözü gedən vəziyyətlə bağlı Xaçmaz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, rayonda bu il keçən illə müqayisədə taxıl əkini artıb. Keçən il 18.372 hektar sahədə taxıl əkilmişsə, bu il 18.733 hektar sahədə əkin aparılıb. Lakin qurumdan verilən açıqlamada məhsuldarlıqda azalmanın olduğu bildirilib. Qeyd olunub ki, bəzi yerlərdə məhsuldarlıq 1 hektar üzrə 15-18, bəzi yerlərdə 28-29 sentner təşkil edir. Halbuki keçən il bu rəqəm 34 sentnerə bərabər idi. Qeyd olunub ki, intensiv və güclü yağıntının düşməsi taxılın becərilmə prosesini ləngidib. Nəticədə zəmilərdə alaqotlar artıb və məhsuldarlıq çox aşağı həddə düşüb. Lakin bəzi yerlərdə məhsuldarlıq normal səviyyədədir. Qurumun açıqlamasında həmçinin bildirilib ki, hazırda rayonda arpa biçini gedir. Buğda biçini zamanı məhsuldarlıq arta bilər. Konkret göstəriciləri isə biçin tam başa çatdıqdan sonra demək mümkün olacaq. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.